Herkese salamlar dostlar. Mən İsmail Vürüqəyə, kanalıma və videoma xoş gəlmisiniz. Bugün sizlərlə bərabər Dress to Impress oyununu oynayacağıq. Robloxda çox sevilən oyunlardan biridir. Umarım seversiniz. Gəlin çox uzatmadan videomuza başlayaq. Bir də videomuza başlamadan öncə hansı oyunlar oynayım Robloxda, Robloxdan əlavə hansı oyunlar İstəyirsinizsə yaza bilərsiniz. O oyunlarda oynayacağım. Yorumlara yazmağı və kanalımıza abunə olub like atmağı unutmayın. İndiki kombinimiz bahar tatili kombinidir. Bahar tatili kombini ümumiyyətlə tam bizim üçün yazlıq bir kombin hazırlamağı düşünürəm. Burada hazır kombinlər var. Hazır kombinləri çox işlətməyi sevməsəm də 3 dəqiqəmiz var. 3 dəqiqə tez bir şəkildə kombinimizi hazırlamalıyıq. Bahar tatili isə beləsinə bir shorts ətək qoyaq. Rəngləri, mən açıq rəngləri çox sevirəm yazda işlətməyi. Yazda tam sevdiyim, yəni açıq rənglər olur. Beləsinə bir short ətək götürdüm. Short ətəyimin pəmbə tonlardan və qırmızı tonlardan istifadə etmək istədim. Bu şəkildə. Belə short ətəyimiz var. Üstlük olaraq mən korset tərcih eləyərəm. Məncə korset çox qəşəng gedər. Bu korset qəşəngdir əslində, amma bu da əslində korseye dönüşə bilər. Bir dəqiqə. Üçüncü qəşəngdir. Kəmər götürək, kat eləyək. Belə pis deyil əslində. Tam açıq rənglərdə, yaz havasına uyğun sarı rəngi çox sevirəm. Yəni tam açıq tonlarda deyə düşünürəm. Ətəklə uyğun olmadığını düşünürəm. Bu short heç xoşuma gəlmədi. Başqa bir short yoxdur. Tam uşaqlar düzgün short olmadığı üçün ətək də əslində pis getməz bundan. Amma çox belə uzundur ətək. Bir dəqiqə baxaq görək nə var. Tapdım uşaqlar. Tam ağlımdakı ətəyi, shortu tapdım. Bu qatlar niyə belə olur? Bir dəqiqə. Düzəltmək olmur maalesef ki. Tam istədiyim shortdan yoxdur. Short olmadığı üçün böyük ehtimalle ətəkdən istifadə edə bilərəm. Ətək və kəmər uyumu qəşəng olar deyə düşünürəm. Tam belə açıq pəmbə qəşəngdir, amma bu ətəyin boyu daha uyğundur deyə düşünürəm. Belə. Kəmər də qoyaq, biraz qabarıq bir ətək olsun. Kəmərdən istifadə edə bilərik. Kəmər, tapdım kəməri. Belə bir kəmərimiz var. Bel kəməridir. Qəşəng uyumludur əslində yaya. Amma belə kəmərlərdən də istifadə edə bilərik deyə düşünürəm. Yəni bel kəməri sevmədim. Belə bir kəmərlərdən istifadə edə bilərik deyə düşünürəm. Qara rəng. Belə. Əlimizə yazılıb bir çanta ala bilərik. Çantalar burada deyil. Məsələn, burada bir şey var. Bunu götürə bilərik əslində. Kakos var idi. Kakosu götürməyin yaxşısı mən. Belə. Qəşəngdir. Əsl yazlıq bir kombindir. Tam bir yazlıq üçün şilyapa çox uyğundur. Şilyapamı mən ən çox bənövşəyi rənglərdə almağı tərcih edirəm. Əslində sarı da, ət rəngi falan da, sarı bəncə qəşəngdir. Sarı və pəmbə uyumu çox qəşəng olar deyə düşündüm. Ümumiyyətlə yayda sarı və pəmbə uyumu çox qəşəng olur. Uşaqlar tez olmalıyıq, vaxtımız dolur. Tez makyaj və tez saç. Makyaj. Tez bir şəkildə vaxt çatdıra bilmədim uşaqlar. Saçda rastgele bir saç qoyacağım. Rastgele uşaqlar son anda yetişdim. Bilmirəm söhbət elədiyim üçün nədənsə biraz tez bir şəkildə olmalıydı. Uşaqlar ədalətli olacağım və temaya uyğun bahar tatilinə uyğun geyindiyini düşünmürəm. Ona görə buna heç bir puan verməyəcəm. Bu kombin də bahar tatilinə uyğundurmu? Hə, uyğundur. Yəni belə geyinib gedərsən korseli belə. Yəni mən ağlımdakı tam bu şəkildə miydi? Bu şəkildə deyildi, amma buna bənzərdi. Ona görə 2 verəcəm. Yəni tam bu. Yəni bahar tatili kombini budur yəni. Yəni buna 3 puan verəcəm çünki əsl kombinə uyğun, yəni temaya uyğun geyinib yəni. Mənəm. İnşallah birinci yerə çıxaram.
Qəşəng belə. Yəni məncə də əsl belə baxsam məndə bir bahar tatili havası var deyə düşünürəm, yəni mən kombinimdə. Tam bu qışlıq bir tatildir. Yəni heç kürkdən istifadə etmərəm. Yəni ona görə 1 verirəm. Məncə biri belə haqq etmir deyə düşünürəm. Çünki yəni tam bir kürk yazlıq üçün uyğun olmayandır da, yəni. Qışlıq bir tatilə gedərsən belə, yəni. Məsələn, softdur, qəşəngdir. Bahar tatilinin əlində mikrofon olması 2 verərəm, yəni. 2 nə haqq edir. Amma mikrofona görə və çantası tam bir elə bil ki, televizyonda röportaj edənlər kimi görsəndiyi üçün ona görə elə verdim. Tam bir kombin, yəni alev kombini, çox qəşəngdir. Buna uşaqlar tam 10 üzərindən 10 verirəm. Amma 4 verirəm. Çox bəyəndim kombini uşaqlar. Kombin çox qəşəngdir həqiqətən də. Yəni alev kombin eləyib. Yəni bahar kombin nədir? Günəşdir və çox uyğun olub da, yəni nə yalan deyim. Pis kombin deyil, amma yaxşı kombin də deyil. Məsələn, yəni mən bahar tatilinə belə getmərəm, yəni. Mən də düşünürəm ki, heç kəs belə getməz. Uzun qol elbisə, yəni yaxşı deyil də, yəni o tam o deyildi, yəni. İnşallah birinci yerə çıxaram. Uşaqlar, 3-cü yerə çıxdım. Birinci olmasa da 3-cü yerə çıxdım. Təbii ki, bu yaxşı bir şeydir. İnşallah ikinci uşaqlar neçə dənə veriblər mənə? 17 ulduz almışam. Çox qəşəngdir təbii ki. Neçə kişidən? 9 kişidən 17 ulduz almaq təbii ki, çox qəşəng bir başarıdır. Əsl yəni məncə də yazlıq kombindir. Məncə də birinci yeri bu qız haqq edirdi. Amma ikinci yeri bu qız haqq etmirdi. Mən ikinci yeri haqq edirdim, yəni. Kapataq. Unicorn falan gibi bir şeydir. Yəni biz unicorn eləyəcəyik. Yəni gökkuşağı falan bir şeydir də, yəni rəngarəng bir şeydir. Rəngarəng bir şeylər eləyək. Məndə səhv etmirəmsə, burada unicorn boynuzu yoxdur. Yəni necə boynuz düzəldim heç bir fikrim yoxdur, yəni o barədə. Unicorn edək, neyək? Unicorn səhv eləmirəmsə, tən rəngi bu rəng falan olur da. Biraz onun açıq tən rəngi. Belə bir şey olur, səhv etmirəmsə. Və unicorn əlbisəsi necə olar? Saçı ağ rəng olar, böyük ehtimalla. Kombin rəngarəng olar, yəni. Bir unicorn insan olsa, böyük ehtimalla tən rəngi bu olar. Və çox pəmbələr və mavilər də olar məncə, açıq rənglər. Ay, ətək sadəcə bir rəng olur, inanı bilmirəm. Uşaqlar, unicorn olsam nə geyinərdim? Böyük ehtimalle belə bir korset giyərdim. Korsemin rəngləri mor, açıq mor. Açıq morda çox şey oldu. Açıq mavi, pəmbə, beyaz olardı. Sarı, qırmızı. Qırmızı unicornda var. Tən rəngimə çox şey olmadı. Tən rəngimi mən dəyişəcəm. Dəyişəcəm tən rəngimi. Unicornun uşaqlar belə daha qəşəng oldu deyə düşünürəm. Unicornun qənətləri olur. Məncə olur uşaqlar. Dəqiqə, Allah qənət də alaq. İşimizi riskə atmayaq. Mən unicorn ağlımda deyil. Gərək şəklə baxaraq etsəydik biz kaş. Unicorn necə ola bilər? Boynuz nə taxa bilərəm? Mən boynuz bilmirəm. Belə bir şey var. Burada prosto bu nədir? Belə bir şeylər var. Unicorn'a belə bir şeylər var. Amma belə də pis axı. Buynuz əlavə eləməyəcəm. Tez olmalıyıq uşaqlar. Vaxtımız gedir. Belə bir şeylər eləyək. Rəngarəng. Qara rəng olur unicorn'da. Bilmirəm, amma əlavə elədim. Başqa nə əlavə edək? Əslində bu ətək tam uydu. Prosto açıq belə olsun. Bir də bu da sarı rəng olsun. Bu daha qəşəngdir məncə. Tam uydu yəni bundan. Və bu. Bunu da bu şəkildə edək. Yoxsa yox, bu olsun. Tam uydu da yəni. Amma ayaqqabımız heç uymadı. İndi ayaqqabı uymadı. Uf.
Ayaqqabıda belə rəngli bir şeylər götürəcəm. Sport ayaqqabı da heç getmədi, amma neyniyim? Belə bir corab alacağam. Heç uyumur. Bu nədir? Heç uyuşmur. Belə bir şey. Bir dəqiqə. Gedib həmən saç qoymalıyam. Yaxşı bir saç. Ayaqqabımı dəyişeyim mən ən yaxşısı. Belə bir ayaqqabı götürəcəm. Ayaqqabının rəngi bu rəng eləyəcəm. Biraz tünd eləyəcəm. Ya da sarı rəng kimi eləsəm acaba? Yoxsa açıq belə bir rəng kimi? Soft rəngdə. Unicornam mən həm də. Uşaqlar alınmır. Heç istədiyim kimi olmadı. Unicorn satıb belə bir şey olar məncə. Rəngarəng bir şeylər məncə. Unicorna bənzədim. Unicorndan çox animasyona bənzədim. Animasiyaya falan. Burada bizə uşaqlar oynadıqca hədiyyələr verir günlük olaraq. Məncə günlük olaraq deyil bu. Oynadıqca verilən hədiyyələrdir. İnşallah alarıq. İnşallah sizlərlə bunu bitirərik. VIP paltarı verir uşaqlar. VIP paltarı, VIP ayaqqabısı və sonda çox qəşəng bir elbisə verir. İnşallah alarıq oynadıqca. Tam bir unicornsan, nə deyim? 3. Tam bir unicorn. Yəni çox soft rənglərdən ibarət olur. Yəni çox mən yaxşı olduğumu düşünürəm. Unicorna bənzəməsəm də, yəni bir şeyə bənzədiyimi düşünürəm və qəşəng olduğunu düşünürəm. Umarım siz də bəyənərsiniz. Yorumlara yazın uşaqlar. Unicornun qanadları olurmu? Qanadları. Yəni qanadları. Uça bilirlərmi? Məncə uça bilirdilər də unicornlar. Buynuz tapa bilmədim uşaqlar. Buynuz da əlavə eləsəydim yaxşı alınmayacaq idi yəni. Həm də vaxtımız da yox idi. Ona görə buynuz əlavə eləmək istəmədim. Çox qəşəng olub uşaqlar. Tam bir unicorn deyilmi? Tam bir unicorn. 5 verəcəm. Ədalətsiz davranmayacağam. Sadəcə papaq olmayıb. Papaq həqiqətən də olmayıb, amma unicorndur yəni. Baxsam deyərəm, yəni insan unicorn. Hə, məncə də birinci yerə dedim axı uşaqlar, layiqdir o. Təşəkkürlər. İkinci yerə deyim uşaqlar. Tam bir unicornuq yəni. Prosta üçüncünün yerinə başqa bir qız olardı. Amma tam 1-2 məndə də belə idi. Yəni birinci oydu. Birinci mən deyiləm yəni. Həm də o daha qəşəngdir. Makyajına falan baxın, çox qəşəngdir. Mən makyajı yetişdirə bilmədim. Ona görə bəlkə də yetişdirsəydim daha yaxşı olardı, amma mükəmməlsən, çox qəşəngdir. Həm deməli temamız Drakuladır. Drakulalar bilirsiniz də, mən vampir kinosuna baxıram bu aralar. Adı Z Vampire Diaries-i, yəni vampir günlükləri adı və çox qəşəng kinodur. Sizə tavsiyə edirəm, məncə izləməlisiniz və Drakulaya uyğun olaraq da tam onların kimi olmayacağam. Z Vampire Diaries-dən bir karakter seçib olmaq düşünmürəm, çünki çox nəfər izləməyib də. Amma Drakula olmaq istəyirəm. Məsələn, belə bir kombin. Bunu götürə bilərəm də. Bu əsl Drakula kombinidir, amma mor rənglərdən. Siyah və mor. Uşaqlar çox qəşəng oldu. Yox, siyah. Çox qəşəngdir uşaqlar. Tam bir Drakulanın geyinə biləcəyi bir kombindir deyə düşünürəm bu. Yəni onların ayaqqabısı tam belə olar, baxın. Çox qəşəngdir. Başqa kolye falan takırlar bu arada Drakulalar, çox taxırlar. Bunu götürək. Bax belə bir şey olar. Kəmərdən istifadə edirlər. Özəlliklə belə kəmərlərdən. Məsələn, bunu qara eləsəm uymaz da. Mor eləyim mən ən yaxşısı. Və ağ rəng. Ağ rəng yerinə qara tərcih edərlər. Və corabdan da istifadə eləyərlər. Yəni, çünki çox istifadə edən görmüşəm. Belə bir şey, amma bunu düzəldək də. Məsələn, 4-cü eləyək, cırıq falan filan. Qəşəngdir məncə belə. Bax, belə bir şey olsun. Məsələn, bunu ləğv eləyim, onun yerinə məsələn bu olsun. Belə tam o olacaq yəni. Tam bir Drakulaya bənzəyəcək deyə düşünürəm. Saç uzun, düz saçları olur. Qapqara saçları olur. Sarışın olanlar da var, amma genəldə Drakula deyəndə adamın ağlına düz, uzun, qara saç gəlir də yəni. Çünki çox qəşəng saç idi. Hə, bu saç axtarırdım uşaqlar. Qara.
Animasyon da əlavə edəcəm, daha fazla animasyon. Bangırda əlavə etmək istəyirəm belə bir şey. Çünki yəni şirin bir Drakula olmasını istəyirəm. Makyaja mütləq bir vampir, qırmızılardan çox istifadə edirlər Drakulalar. Yəni baxanda üzünə deməlisən ki, yəni bu Drakuladır da, yəni. Seçək. Bu tam bir Drakula deyilmi uşaqlar? Tam bir Drakuladır da, yəni. Çox qəşəngdir. Dırnaqları da məncə uzun olur onların. Uzun bir dırnaq. Yəni böyük ehtimalla qara rəng olar, qara. Abartmayım. Bir də bunu ət rəngi etsəm, tən rəngin. Necə olar? Bir də ona da baxım. Məncə belə yox. Belə həqiqətən də bənzəmədi. Belə. Qan rəngi eləyəcəm içindəki hamısını. Göyə qan içirənmiş kimi. Amma bənzədi də yenə də. Kəşke qara rəng eləsəydim üstünə. Qan içirənmiş kimi görsənsin. Çox qəşəng olduğumu düşünürəm. Tam bir Drakula olduğumu düşünürəm. Tam bir Drakuladır. Yəni o 5 üzərindən 5'lik verirəm. Yəni qırmızılardan çox istifadə olunub. Sadəcə gözüm biraz yandı. Ona görə 3 verirəm. 5'lik biraz qaralardan istifadə edə bilərdi. Bu tam bir Drakuladır. Yəni baxanda bilərsiniz, yəni makyajımla eyni makyaj eləyib. Qəşəngdir, Drakula kombinidir. Yəni baxanda deyərəm Drakuladır. 2 verərəm. Əlavələr eləyə bilərdi. Amma ki belə yaxşıdır. Təbii ki bu qız da yansıdır. Amma yaxşı, mən qədər yaxşı deyil. Boynundakı detay çox qəşəngdir, çox bəyəndim. Qan detayına bayıldım. Yəni 4 puan verirəm, çox qəşəngdir. Tam bir Drakuladır da, yəni. Bəlkə də məndən sonra rəqibim ola bilər bu. Amma məncə bunu seçəcəklər. İnşallah birinci mən olaram. Birinciliyi mən hak etdiyimi düşünürəm. Və demək ikinci ilə. Birinci elədiklərinə bax. Çox bərbaddır. Yenə mən ikinci olmuşam, amma birinciyi hak etdiyimi düşünürəm. Ədalətsizlik olduğunu düşünürəm. Tam bir Drakulayam yəni. Bu bəlkə də bunu karakterində Drakula falan karakteri olub, bilmirəm, amma Drakulaya heç oxşatmadım, yəni bənzətmədim. Videomuzun sonuna gəldik. Kanalımıza abunə olub, like atıb, yorum yazmağı unutmayın. Hər birinizi çox sevirəm. Bir də gələn oyunumuz, yəni gələn dəfədəki oyun hansı olsun yorumlara yazarsınız. Roblox içində ola bilər, Roblox olmaya da bilər. Sağ olun, salamat qalın. Sizləri hər birinizi çox sevirəm. Öpdüm.